Hər vaxtınız xeyir olsun Sabir. Bəli, Prezident Kuboku 2026 da növbəti gün başa çatdı. Bugün idmançıların bir-birindən maraqlı və gərgin mübarizələri ilə yadda qaldı. Avar çəkənlər su qovşanda mübarizəyə start verdilər. Əvvəlcə Gənclər və İdman Naziri Fərid Qayıbov çıxış edərək idmançılara uğurlar arzuladı. O yarışın yüksək səviyyədə təşkil olunduğunu bilirdi. Daha sonra isə mübarizəyə start verildi. 2008, 2009 və 2010-11-ci il təvəllüdlü idmançılar bir nəfərlik kayak və kanoe qayıqlarında 200 metr məsafəyə qalibləri müəyyənləşdirdilər. Əvvəlcə təsnifat mərhələləri keçirildi. Daha sonra yarım final və nəhayət final yarışları baş tutdu. Nə xoş ki, ilk günün mükafatçıları arasında Azərbaycan idmançıları da var idi. Əlmurad Hacızadə bir nəfərlik kayak qayığında 200 metrlik məsafəyə ikinci yeri tutdu və ölkəmizin aktivinə gümüş medal yazdırdı. O yarış sonrası açıqlamasında bildirdi ki, soyuq hava müəyyən qədər maneə olsa da Azərbaycana ilk medalı qazandırdığı üçün xoşbəxtdir və növbəti günlərdə daha yaxşı nəticələr üçün çalışacaq. Bu nəticə komandamız üçün uğurlu başlanğıc hesab edilə bilər. Ümid edirik ki, bu digər idmançılarımız üçün stimul olar. Çünki hələ qarşıda 2 yarış günü var. Bəli, regata aprelin 30-unda və mayın 1-də məhz Mingəçevirdə Kür çayı üzərində keçiriləcək. Burada artıq akademik avar çəkmə qayığında idmançılar yarışa biləcəklər. Son gündə ən azı açılış mərasimi qədər təntənəli bağlanış mərasimi planlaşdırılır. Kiçik bir xatırlatma edək ki, yarış ənənəvi şəkildə keçirilsə də turnir bu il bir sıra yeniliklərlə yadda qaldı. Ən önəmlisi bu il regatanın marşrutları arasına Ağdərə əlavə olundu. Aprelin 27-sində ilk olaraq Sərsəng su anbarında komandaların nümunəvi çıxışları oldu. Artıq Sərsəng də beynəlxalq yarışların, hətta Dünya Kuboku səviyyəsində turnirlərin keçirilə biləcəyi potensial məkanlardan birinə çevrildi. Ötən gün isə Mingəçevirin mərkəzində yarışın rəsmi açılış mərasimi oldu. İdmançıların paradı reallaşdı. Möhtəşəm açılış mərasimi təqdim olundu. Bir daha qeyd edeyim ki, regatada 16 ölkədən olan 100-dən çox idmançı mübarizə aparır. Onlardan 50-dən çoxu isə məsələ Azərbaycanı təmsil edir. Bu günlər ərzində qarşıdakı 2 yarış günündə biz məlumatları çatdırmağa davam edəcəyik.